Salamlayıram sizi. Bugün bizdə 18-ci dərsdir və 18-ci dərsdə biz diaqramları müzakirə edəcəyik. Dərsin birinci hissəsində PowerPoint proqramında diaqram yaradacağıq və dərsin ikinci hissəsində hazır diaqramı Excel proqramından PowerPoint proqramına köçürəcəyik. Mən Excel proqramında belə bir cədvəl yaratdım. İndi bu cədvəli həm Excel formatında, həm də diaqram formatında PowerPoint-da yaradacağıq. Gəl görə bunu necə eləmək olar. Təzə bir slayd yaradarıq. Boş yerdə sağ düyməni basırıq. Sazdar slayd, yəni slaydı yarad. Və belə bir slayd yaranır. Burada başlığı yaza bilərik. Yəni belə bir başlıq, Alman avtomobillərin satışı. Yazırıq. Alman avtomobillərin satışı. Belə. İstəyirsiniz qırmızı rəng verə bilərsiniz, yağlı eləyə bilərsiniz. Belə. Ümumiyyətlə, başlığı yazmasaq da olar. Çünki həmin başlığı diaqramın içində də başlıq var, orada yazmaq olar. Bundan sonra necə cədvəllərdə işləyiriksə, elə də diaqramla işləyirik. Keçirik bura, burada görürsünüz, cədvəlləri qoymaq olar. Burada isə diaqram yaratmaq olar. Basırıq bu işarəni. Burada istənilən diaqram variantını seçirsiniz. Biz birinci seçəcəyik qıssaqramma. OK düyməsini basırsınız. Və görürsünüz, belə bir variant yaranır. Bu cədvəl aşağıda da görsünə bilər, yuxarıda da görsünə bilər. Özünüz də darta bilərsiniz, hara istəyirsiniz. Və belə bir cədvəl yarandı. İndi burada yığaq həmin məlumatı. Və buradakı olan 2022, 23, 24. Yığıq burada. Və fikir verirsiniz, bütün buradakı olan məlumatlar burada əks olunur. İndi dəyişən kimi burada dəyişiklikləri görəcəksiniz. 2022 fikir verirsiniz, burada dəyişdi. Birinci sıra, yəni rədd 1 yazılmışdı, oldu 2022. 2023, 2024. Burada yazırıq Mercedes. Burada BMW. Burada Audi. İndi satışları sayını göstəririk. 70.000, 60.000, 50.000, 70.000, 60.000, 50.000. Burada başa yaxdır 50.000, 60.000, 70.000. İndi fikir verəcək rəqəmlərə. Burada bitişikdir 70.000 görürsünüz 3-dən 0. Burada isə formatlaşdırılıb biraz ayrılıqdır. Yəni yüzlükləri, minlikləri bir-birinin onluqları bir-birindən ayırmaq istəyirsinizsə PowerPoint proqramında burada necə eləmək olar? Ya əməliyyatı burada eləyirsiniz. Bax, tutalım ki, seçdik 6 dənə xananı, sağ düyməni basırsınız. Burada var format yetki, yəni xanaların formatı. Keçirirsiniz bura. Çislovoy, yəni rəqəmli. Vergüldən sonra rəqəmləri yığışdırırıq və burada razделитель qrup razrядов, yəni minlikləri, onluqları, yüzlükləri ayırmaq üçün burada quş qoyuruq. Görürsünüz, rəqəmlər belə olur. OK və belə dəyişir. İkinci variant. Siz burada bu düyməni basa bilərsiniz və keçirsiniz Excel proqramı və bu ədədləri orada yığacaq. 80.000, 60.000, 80.000. Keçirik Excel proqramına. Pəncərə də böyüyür. Burada yığa bilərsiniz. 80.000, 60.000, 80.000. Belə. Və artıq burada formatı verə bilərsiniz. Elə bir ki, Excel-də işləyirsiniz. Keçirsiniz bura. Çislovoy, yığışdırırsınız 0, qoydunuz quşu. OK. Güzəldir. Qayıtmaq istəyirsinizsə PowerPoint-da Excel proqramını bağlayırsınız. Qayıtdınız PowerPoint-da.
Amma görürsünüz ki Excel cədvəli buradan itir. Qaytarmaq üçün tutam ki, sizdə belədir. Belədir. Seçirsiniz diaqramı, bir də üstündən basırsınız və görürsünüz bu 2 dənə tab əmələ gəlir. Və belə olsa görürsünüz tablar yox olur. Seçdiniz, tablar gəlir. Buranı yox, buranı seçmək lazım. Görürsünüz tabların ikisi gəlir. Konstruktor basırsınız və həmin tab gəlir. Buradan izmini danlı, yəni verilənləri dəyiş. Seçdiniz, izmini danlı. Görürsünüz, pəncərə açılır. Əgər bu işarəni seçsəz, izmini danlı və Excel, yenidən həmin pəncərə Excel'də açılacaq. Bağlamaq istəyirsiniz bu pəncərəsi artıq lazım deyil. Bu işarəni basıb bağlayın. Burada görürsünüz kateqoriya var. Burada görsənmir. Lap aşağıda belə. İstəyirsiniz ki, buradan yığışdırasınız, burada görsənməsin. Ya bunu belə silirsiniz, yaxud da sizə lazım olacaqsa, nə vaxtsa buradan belə kursoru yaxınlaşdırırsınız. Küncə 2 dənə belə ox görən kimi sol düyməni basıb dartırsınız yuxarı. Görürsünüz, verilənlər burada var, amma diaqramda görsənmir. Yaxud da istəmirsinizsə silirsiniz. Sabah bir gün, yaxud bir həftədən sonra burada məlumat yığmaq lazım olacaqsa yığırsınız, sonra bunu belə yenə də dartırsınız və gətirirsiniz aşağı. Belə qoya bilərsiniz. İstəsəniz pəncərəni də böyüdə bilərsiniz. Qırağa yaxınlaşdırırsınız. Kursor dəyişən kimi fikir verirsiniz. Kursor belə olan kimi, 2 dənə ox gələn kimi böyüdə bilərsiniz pəncərəni. Hələ ehtiyac yoxdur, gətirib qoyuruq bura. İndi bağlamaq istədiniz, bağladınız. İndi burada nə var? Konstruktor tabında. Buradan diaqramı dəyişə bilərsiniz. Hansı diaqramı istəyirsiniz, seçə bilərsiniz. Histogram yox, tuapi qrafik istəyirsiniz, yaxud başqa bir şey seçə bilərsiniz. İzmi danlını dedim. Sonra burada nə var? Stil diaqramı var. Diaqramın stillərini dəyişə bilərsiniz. Siz belə stil götürürsünüz, belə, yaxud belə. Rənglər dəyişə bilər. Əgər bu rənglər sizi qane eləmirsə, keçirsiniz bura izmini tsvet və burada rəngləri dəyişirsiniz. Eyni əməliyyatı buradan da eləmək olar. Görürsünüz, stil, tsvet, stil və rəng. Buradan dəyişə bilərsiniz. Siz buradan eləyirsiniz, siz buradan eləyirsiniz. Fərqi yoxdur. Sonra burada belə bir əmr var. Dabavit element diaqramı. Yəni diaqramın elementini əlavə edin. Belə bir pəncərə açılır. Eyni əməliyyatı da buradan da eləmək olar. Müsbət işarəsini basırsınız, eyni pəncərə açılır. İndi burada nədir? Birinci osi, oxlar. Bu şaquli oxdur, bu üfüqi oxdur. Yığışdırmaq istəyirsinizsə, fikir verirsiniz burada ədədlərə və burada avtomobillərin adlarına. Görürsünüz, yox olur. Qaytarmaq istəyirsiniz, quşu qaytarırsınız yerinə. Əgər bir oxu saxlamaq istəyirsiniz, tutan ki, şaqulunu saxlamaq istəyirsiniz, rəqəmləri saxlamaq istəyirsiniz, üfüqünü, yəni avtomobillər adlarını yığışdırmaq istəyirsiniz, onu da keçirsiniz bu üç bucaqdan. Burada yazırsınız, buradan quşu yığışdırırsınız, görürsünüz. Rəqəmlər qalır, avtomobillərin adları yox olur. Qaytarmaq istəyirsiniz, qaytarırsınız. Nazvanyası, oxların adlarını burada yaza bilərsiniz. Tutan ki, satışın sayı, yəni nə bilim say. Burada yaza bilərsiniz avtomobillərin adları yaxud ad, belə bir şey. Nazvan diaqramı, diaqramın adı, yəni burada ad verə bilərsiniz. Həmin bu başlığı bura köçürmək olar. Seçdiniz və burada həmin başlığı yazırsınız. Tablitsa danlıq. Əgər istəyirsinizsə diaqramın altında cədvəl görsənsin, Excel cədvəli və görürsünüz. Burada görsədir. Sonra bunu yığışdıraq. Podpisi danlıq. Bu nə deməkdir? Fikir verirsiniz. Bu sütunların üstündə görürsünüz, rəqəmlər yoxdur. Əgər quş qoyuruqsa, rəqəmlər gəlir. Yəni satış rəqəmləri görsənir. Gəl cədvəldə qoyum. 270.000, 70.000, 60.000, 60.000, 50.000, 50.000 və burada da həmin üçün. Bu əməliyyatı sözünü istifadə eləməmişəm, bilmirəm nə olan şeydir. Standartına paqreshность, prosent, bunları bilmirəm, istifadə eləməmişəm. Sonra setka. Bu setkanı görürsünüz xətləri. Quşu yığışdırırsınız, setka yox olur. Quşu qoyursunuz, gəlir.
Sonra burada legenda var. Bax bu sətrə aiddir. İllərə 2022, 23, 24. Quşu yığışdırdınız, görsünüz yox olur. Amma quşu qoyan kimi bura gəlmir. Bura gətirmək üçün mütləq bu üç bucaqdan keçməlisiniz və göstərməli sağda. Sağda görürsünüz, sağda görsənir. Bax burada. Yuxarıda görürsünüz, yuxarıda görsənir. Solda yaxud aşağıda. Aşağıda istəyirsiniz, basırsınız snizu və burada görsənir məlumat. Sonra buradakı olan məlumatı filtrdən keçirmək olar. Yəni istənilən məlumatı saxlamaq. Tutalım ki, sizdə burada lazımdır ki, bir dənə Mercedes saxlayasınız. Keçirsiniz filtrə və filtrdən burada göstərirsiniz ki, yalnız Mercedes saxla. Priminate, yəni OK düyməsi ilə əvəzləyir və görürsünüz, yalnız Mercedes qalır. Mercedesin verilənləri qalır. Qaytarmaq istəyirsiniz, iki variant var. Yaxud seçirsiniz, yəni quşlar qoyursunuz belə, yaxud da ki, əgər belədirsə, vibratsion, yəni hamısını seç. Seçdiniz, qaytarır. Eyni şey də illərə aiddir. Bir ili saxlamaq istəyirsiniz, tutalım 2023-ü, bunları yığışdırdınız, təsdiqlədiniz, 2023 qaldı. Qaytarmaq istəyirsiniz, ya belə, yaxud da buradan vibratsion. Qaytarırsınız. Sonra burada maket var. Gəlin bunu yığışdıraq. Bir dəfə basdıq, yığışdı. Maket var. İstənilən maketi buradan seçə bilərsiniz. Yəni rəng, maket, stil var, buradan seçə bilərsiniz. Və keçirəm formata, format tabına. Cədvəllə birə-birdir. Eyni şey eləyə bilərsiniz. Yəni fiqurların rənglərini dəyişə bilərsiniz. Konturlarını dəyişə bilərsiniz. Effektlər verə bilərsiniz. Stillərini dəyişə bilərsiniz. Yəni cədvəldə necə işləyib sizə eyni şeydə diaqrama aid. Bununla birinci hissəni qutarıq. İndi gəliz bir dənə də slayd yaradaq. Belə eləyək. Burada belə bir maket götürək ki, bu hissə bizə mane olmasın. Boş slayd götürürük. Belə. Və bura Excel'də yaratdığımız cədvəli və diaqramı bura yerləşdirmək olar. Keçirik Excel proqramına. Bura. İndi burada bir dənə diaqram yaradırıq. Burada Stavka Insert'dən diaqram seçirik. Cədvəli qaraltdıq. Keçdik bura. Qoy olsun histogram. OK. Və görürsünüz, həmin diaqramı yaratdıq. İndi bunu köçürmək istəyirik PowerPoint-a. Seçdik. Ctrl-C göndərir yaddaşa. Görsün, vadilə buferinə göndərdik. Keçirik PowerPoint-a. Burada sağ düyməni basıb Vstavit eləmək olar. Yaxud Ctrl-V. Yaxud da keçirsiniz burada Vstavit. Burada üç bucağı basırsınız və buradan tutalım ki, şəkli gətiririk. Yaxud başqa bir variantlar seçə bilərsiniz. Cədvəldə necə eləmişdik? Eyni şeylərdə diaqrama aid. Yəni cədvəl dərsinə baxıb bu əməliyyatları burada yerinə yetirir. Mən yalnız bir dənə şəkli qoyacağım. Bastınız və şəkil bura gəldi. Görürsünüz. Belə də eləmək olar. Belə də eləmək olar. Yəni əgər PowerPoint-da eləmək istəyirsiniz, PowerPoint eləyirsiniz. Əgər bunu Excel-də eləmək istəyirsiniz, Excel-də eləyib PowerPoint-a köçürə bilərsiniz. Bununla bugünkü dərsimiz sona çatır. Bugünə bu qədər. Təşəkkürlər.